Zaqatalanın yeni salınan Şimal-Qərb yaşayış masivinin yaxınlığındakı zibil poligonunun yaratdığı antisanitar vəziyyətdən danışmışdıq. Çəkilişimizin ardınca problem tez bir zamanda həll olundu. İndi həmin ərazidə üfunət qoxulu zibil təpəcikləri yerinə təmiz, ürək açan xoş mənzərə var. Ancaq sakinlər yenə şikayətçidir. Ərazidə zibil qutuları olmadığından, köhnə vəziyyətin yenidən yaranacağından narahatdılar. Burada zibilin əlindən dayanmaq olmurdu. Natəmizlik olurdu, səni çox mümkün dərəcədə yandırırdılar oranı, təmiz, tüstü olurdu, bəs olmurdu da, yaşamaq olmurdu. Bəli, zibil köçürüldü, yaşayış yerinə uzaq bir əraziyə köçürüldü poligon. İndi ikinci bir problem var ki, biz bəs zibili hara ataq? Qətiyyən yerimiz yoxdur. Zaqatala şəhər mərkəzindən bir neçə kilometr aralıda yerləşən Şimal-Qərb yeni yaşayış masivi sakinlərini ən çox narahat edən məsələ məişət tullantıları üçün zibil qutularının çatışmazlığıdır. Mindən çox sakinin yaşadığı ərazidə cəmi bir yerdə, masivin girəcəyində məişət tullantıları üçün 2 ədəd zibil qutusu qoyulub. Sakinlər gündəlik məişət tullantılarını atmaq üçün uzaq məsafə qət etməli olduqlarından narazıdırlar. Məişət tullantılarının daşınmasına görə tətbiq ediləcək rüsumu da ödəməlidir. Hazır olduqlarını bildirirlər. Masivin qutaracağında yaşayıram. Buradan ora gedib çatana kimi haradasa bir kilometr yarım məsafə var. Adam zülüm olur. Oradan oraya get gəl, araba ilə çətin olur. Heç olmasa hər küçədə bir dənə konteyner qoyulsa, zibil qabı qoyulsa, yaxşı olar ki, biz də zibilimizi orataq və yaxud da küçəyə zibil maşını gəlsin, biz zibilimizi torba ilə qoyaq, zibil maşınına ataq. Nəsə bir çıxış yol lazım, çünki masivin girişində bir dənə yerdə konteyner qoyulub, zibil qabı. Hamı ora atır, o zibil qabları dolur. O zibil qablar bir dənə burada yox. Hər küçənin başına qoysa daha yaxşı olardı. Heç onu çaylağa tökməzlər. Körpə uşaqlar var, bağçaya gedən var, gələn var, yol ötən var. Burada ayaqlarına dolaşır. İtlər var. Vallahi o günü 40 it saymışam. Ən axırıncı küçədən ən başdakı küçəyə marşrutla gedəsi qədər yolumuz var. Biz ora zibilləri əlimizdə daşıyırıq. Yəni buna görə də rahatçılığa qaçıb yenə də yollar, küçələr, torbalar qoyulur, itlər dağıdır. Yenə əvvəlki vəziyyətdə olur masiv. Yəni çox xahiş edirəm ki, aidiyyəti qurumlardan artıq dərəcəsində. Yəni bu barədə baxsınlar da, bu barədə bir əncam çəksinlər bizlərə. Məsələ ilə bağlı Zaqatala şəhər kommunal müəssisələr kombinatı ilə əlaqə saxladıq. Müəssisədən bildirildi ki, şəhər ərazisinə yeni daxil edilmiş ərazilər, eləcə də yeni yaşayış masivlərinə əlavə zibil qutularının qoyulması yaxın gələcəkdə nəzərdə tutulub. Şəhər ətrafında yeni salınmış yaşayış masivlərində də zibil konteynerləri qoyulub. Yaxın vaxtlarda sayının artırılması nəzərdə tutulur. Konteynerlərin yerləşdirilməsi mümkün olmayan ərazilərdə zibillər vətəndaşların qapısının qabağından götürülür. Bəzi vətəndaşlar şəhərin təmizliyinə bir sıra çətinliklər yaradır. Bunlardan birincisi, zibilləri küçəyə təyin olunmuş vaxtda çıxarmırlar. Çıxarılma saatı axşam saat 9:00-dan səhər 6:00-a qədərdir. İkinci problem isə göstərilən xidmətlərin dəyərinin vaxtında ödənilməməsidir. Sonunda bunu da qeyd edim, şəhər təmiz saxlamaq hamının vətəndaşlıq borcudur. Beləliklə, hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirsə, problem tamamilə aradan qalxacaq. Ümidvarıq ki, sakinlər də bu məsələyə məsuliyyətlə yanaşacaq və Zaqatalanın təmizliyinə öz töhfələrini verəcəklər. Pərvanə Mustafayeva, Vüsalə Cərçiyeva, Bəşir Rəhimov, Zaqatala.